Vətəni sevmək imandandır deyirlər. Həqiqətən bu sevgi elə bir sevgidir ki, nə yaxınlarını, nə də özünü düşünürsən. Eləcə bu sevginin əsrinə çevrilirsən. Hara çağırdı, orada gedirsən. Azərbaycanda yaşayan ayrı-ayrı millətlərin qəhrəman evlatları vətənimizin həm sevincli, həm də ağır günlərində həmişə bir yerdə olublar. Azərbaycanımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ləzgi qardaşlarımızın da özünə məxsus yeri var. Ləzgi xalqının igid oğulları Qarabağ döyüşlərində həmişə ön sıralarda olublar və böyük qəhrəmanlıqlar göstəriblər. Bizim qəhrəmanımız Bəhram Lətifoğlu Ağakişiyev kimi. Bəhram Lətifoğlu Ağakişiyev 1966-cı ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. Doğulduğu kənddə orta məktəb bitirdikdən sonra Rusiyada hərbi xidmətdə olub. Sonradan Rostov hərbi məktəbində oxuyub. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayanda hərbi məktəbin müdavimi ola-ola çəkinmədən mitinqlərdə iştirak edib. Milli ordunun formalaşmağa başladığı ilk günlərdən peşəkar hərbiçi kimi proseslərə qoşulub, məşhur 1-ci batalyonun yaranmasında yaxından iştirak edib. Bir çox ağır döyüşlərin iştirakçısıdır. Kəşfiyyat tağımının komandiri kimi düşmən tərəfdən mühüm məlumatlar əldə edib ki, bu da uğurlu əməliyyatların həyata keçirilməsinə zəmin yaradıb. Atəşkəsdən sonra uzun illər milli orduda, sərhəd qoşunlarında mühüm vəzifələrdə çalışıb. Ehtiyatda olan polkovnik leytenantdır. Uşaqlıq illəri çox çətin keçib Bəhramın. Atasız ailəni dolandırmaq, anasına dayaq olmaq üçün körpə yaşlarından doğulub boya başa çatdığı kənddə yay qış bilmədən min əzab-əziyyətlə anası ilə bərabər 5 bacı qardaş böyüdü. Mən bu kənddə doğulmuşam. Burada mənim uşaqlığım, gəncliyim burada keçibdir. Orta məktəbi burada oxumuşam. 1981-ci ildə atam rəhmətə gedəndən sonra mən həm bacı üçün, qardaş üçün həm ata əvəzi olmuşam, həm də böyük qardaş olmuşam. 1990-cı il SSR adlı nəhəng imperiya sürətlə süquta doğru yaxınlaşır. Azərbaycanda 20 yanvar faciəsi baş vermiş, Qarabağda ermənilər baş qaldırmışdı. Belə bir vaxtda Bəhram Ağakişiyev hadisələrə seyirci qala bilməzdi və qalmadı da. 1991-ci ildə o, könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Belə bir vaxtda başqa ölkədə, başqa yerdə qulluq etməyim yəni ki, düzgün olmazdı. Vətənimin dar günündə mən vətənimin yanında oldum. Çünki vətən o vaxtları öz qeyrətli oğlanlarını çağırırdı. Ana qarşısında borc, həm də vətən qarşısında borcdur. Həmin illərdə vətən borcunun namus borcu olduğunu, bayrağı, vətəni sevməyi, lazım gəlsə bu yolda canını verməyin nə qədər müqəddəs əməl olduğunu anlayanlar, yerlərinin cəbhələrdə düşmənlə üz-üzə olduğunu gözəl bilirdilər. Rusiyadan mən məzuniyyətə gəlmişdim. Təyinat üzrə geri qayıtmalıydım. Geri qayıtmadım. Həm vətənimin durumu, həm də ki, anam çox ağır xəstə idi. Xərçəng xəstəliyinə əziyyət çəkirdi. Gözlərini aça bilmirdi. Dedim, ana, mən görürsənmi, Azərbaycan, müstəqil Azərbaycan hərbi geyimindəyəm. Yəni, gözlərini açıb mənə baxa bilmirdi. Dizimi çöktüm anamın yanına, yaxınlaşaraq dedim, ana, mənə bir xeyir dua verərsənmi ki, mən gedim müharibəyə? Onda gözlərini açıb mənə dedi, oğlum, hara gedəcəkdin sən?
Dedim ki, vətənimi müdafiə etməyə. Mənim 2 anam var. Bilsən, biri ana vətənim. İcazə verirsən mən gedim. Dedi, oğlum get. O yol cənnət yoludur. 2 gündən sonra eşitdim ki, anam dünyasını dəyişibdir. Kəşfiyyat taqımının komandiri kimi Laçın və Kəlbəcər cəbhələrində fərqlənmiş Bəhram Ağakişiyevin iştirak etdiyi uğurlu əməliyyatlardan biri də Ağdərə rayonunun Ater kəndinin alınması olub. Ağdərənin Ater kəndinin alınmasında düşmənin ən zəif nöqtələrini qabaqcadan müəyyən edərək, hətta elə bir məqamlar yaranır ki, biz düşmənin tam arxasına keçib onların danışıqlarına belə qulaq asa bilirdik. Və bunların məlumatlar, bunlar haqqında tam məlumatlar əldə etdikdən sonra biz qərargaha mərcu edirdik. Və həmən Ater kəndinin alınmasında da mənim verdiyim məlumatlar əsasında, qurduğu plan əsasında o kəndin alınması təşkil olunmuşdu və itkisiz, filansız 11.000 əhalisi olan böyük bir qəsəbənin düşməndən azad edilməsi ilə nəticələndi. Həmin əməliyyatda göstərdiyi igidliyə görə vaxtından əvvəl baş leytenant, Ağdam Füzuli istiqamətindəki döyüşlərdə fərqləndiyinə görə isə vaxtından əvvəl kapitan rütbəsi verilib. Ümumiyyətlə Ağdərə, Laçın istiqamətində apardığımız hər bir əməliyyat mənim cəbhə boyu əldə etdiyim kəşfiyyat məlumatlar əsasında qurulurdu. Hərbi sənəd rəhbərliyi, komandiri, qərargah rəisi üzərimizə belə bir vəzifə qoymuşdu ki, bütün zabitlərin ki, bacardığımız qədər edəcəyimiz əməliyyatlarda əskərlərimiz şəhid olmasın. Mümkün dərəcədə, ki, az itki ilə, ki, o silahlı erməni quldurları tutduğu mövqelərdən uzaqlaşdıra bilək. Zəngin tarixə, mədəniyyətə sahib Azərbaycanda döyüş və hərb sənətinin, həmçinin ordu yaratmanın çox qədim tarixi var. Təbii ki, hər bir ordunun əsasını, bel sütununu, hərbinin, döyüş sənətinin, silahların sirlərinə bələd olan əskərlər, zabitlər təşkil edir. Məhz bu xüsusiyyətlərinə görə Bəhram Ağakişiyevin həyata keçirdiyi əməliyyatlar həmişə uğurlu alınıb. Döyüşlərdə bərkiyəcək son sözünü demək üçün. Ağakişiyev Bəhram bizim komandirimiz olub. 92-ci ildə Şıxovda bizi uşaqların içindən seçib, kəşfiyyat tağımına bir komandir kimi, bir insan kimi gözəl insan idi. Amma bizə o qədər əziyyətlər verirdi ki, sonra bizə deyirdi ki, mən bu əziyyəti belə verirəm ki, döyüşdə sizin xeyriniz üçündür. Mənə ən uğur gətirən əməliyyat Narışlar kəndin Aydoğan yüksəkliyinin düşməndən azad edilməsi idi. Həmən yüksəklik çox strateji bir yüksəklik idi və o yüksəkliyin yanından həm hava yolu keçirdi. Təyyarələr Qarabağa inirdi Ermənistandan. Həm də ki, o yüksəklikdən Qarabağın 50%-nə belə nəzarət etmək mümkün idi. Hərbi sənin komandiri mənə göstəriş vermişdi ki, nə olur olsun o yüksəklik alınmalıdır. Mən 18 nəfər kəşfiyyatçı əskərlərimlə o istiqamətdə reydlər apardım və mənə də bu yüksəkliyin azad olunması üçün, düşməndən təmizləməsi üçün 3 gün vaxt verilmişdi. 2-ci gün keçirdi, heç cür mən qənaətə gələ bilmirdim ki, necə mən onu, o yüksəkliyə qalxım. Çünki yüksəkliyin ətrafı təmiz idi, nə qayalıq var idi, nə ağaclıq var idi, nə gizlənib mövqeyə tutmaq bilə şəraiti yox idi. Yəni ki, biz qalxsaydıq, düşmən bizi oradan başa aşağı, hamımızı məhv edə bilərdi. Getdik döyüşə may ayında Kəlbəcərə. Bizim deməli Narışlar kəndində Aydoğan yüksəkliyi vardı, ora meşəlik deyildi. Elə oldu ki, ermənilər yüksəklikdə idi, biz orada hərəkət eləyə bilmədik.
atırdılar, qoymurdular da çıxmağa. 2 gün əziyyətdən sonra 3-cü günü duman gəldi. Amma 3-cü gündə duman gəldi. Duman gəldi, dağ yüksəkliyi duman tutanda mən əskərlərimi ayağa qaldıraraq dedim ki, döyüş əmrini verdim ki, biz qalxırıq yüksəkliyə. Və Ağakişiyev dedi ki, vaxt. Hardasa 40 dəqiqə, yarım saat ərzində orada bir 50-60 erməni əskəri vardı da, onları məhv elədik və yüksəkliyə aldıq. Tələsirdik ki, duman getməsin və təpənin, yəni yüksəkliyin üzərinə qalxan kimi biz düşmənlə nəfəs-nəfəsə gəldik. Elə onların danışıqlarını yaxından eşidən kimi biz aşağı, mən komanda verdim ki, yəni ki, uzanın, yəni ki, uzanmış vəziyyətdə biz bunlara atəş açdıq. Yəni onları orada məhv etdik və həmən yüksəkliyi öz nəzarətimə götürdüm, hərbi hissənin komandirine məruzə etdim. Vəngin üstündəki Narışlar kəndində 20 gün gecə-gündüz ağır döyüşlər getdi işğalçılara qarşı və orada bizim minamyotlar demək olar ki götürə bilmədilər, erməni tərəfdə qaldı. Bəhrəm, Ağakişiyev Bəhrəm öz şəxsiyyəti ilə və qoçaq əskərləri ilə gecə ilə həmin o 2-3 dənə minamyotu erməninin AXT-sindən, mühasirəsindən çıxartdı, gətirdi. Və döyüşlərin birində biz şəhid verdi və şəhidimizi götürə bilmədik. Yenə də cəsur kəşfiyyatçıları ilə gecə ilə döyüşə bir gün sonra həmin Arifin nəşini döyüş bölgəsindən çıxartdı və biz onu arxa cəbhəyə yola saldıq. Göz yoldadır, qulaq səsdə. Bir dəfə bu Qozlu körpü deyirlər, həm də Qozlu kəndi var orada. Biz ora kəşfiyyata getmişdik. Getdik və orada erməniləri gördük, leysan başladı, yağışlar başladı. Yağışlar başlayanda da Comart çayı deyilən bir çay var, orada daşqınlar əmələ gəlir. Geri qaydanda baxdıq ki, keçə bilmirik. Biz də aramız elə bir öz əskərlərimizlə elə bir uzaq deyildi. Ermənilər bizi gördü və başladıq atışmağa. Son gülləmizdə öz uşaqlarımız bizə köməyə gəldi orada. Yəni komandir buradan biz çıxanda Şıxovdan bizə demiş ki, sizin yaralanmağınıza söz vermirəm, amma hamınızı salamat gətirədim. O qədər şücaətlər olub ki, onun gözəl həm insan, həm gözəl komandir. Vətən əmanəti, yurd əmanəti, əskər, ocan əmanəti, od əmanəti. Kəlbəcər mühasirədə idi, mühasirə şəraitində idi və biz o mühasirədən Kəlbəcərin əhalisini, Kəlbəcər sakinlərini mühasirədən çıxartmaq üçün Kəlbəcər Ağdərə Tərtər yolu açmalıydıq. Və ora getdiyim gündən 2 ay ərzində bütün cəbhə boyu bir kəşfiyyat komandiri kimi kəşfiyyat reydlərini aparırdım. Düşmənin zəif və güclü nöqtələrini öyrənirdim. Və bu məlumatları əldə etdikdən sonra nəhayət 1992-ci ilin iyul ayın 5-də bizim ilk hücumumuz oldu. Və həmən o yol istiqamətində, Ağdərə Tərtər istiqamətində biz hücuma keçdik. Ondan çox kəndi azad etməklə həmən yolu Tərtər Ağdərə istiqamətində yolu açdıq. ...1992-ci il iyulun əvvəllərində kəşfiyyat rəisi Ağakişiyev Bəhrəm məlumat gətirdi ki, erməni tərəfdən güclü hazırlıq gedir hücuma. Vaxtında məlumat verdiyi üçün, dəqiq işlədiyi üçün, yəni kəşfiyyat rəisi kimi bütün məlumatı dəqiq gətirdiyi üçün, kəşfiyyatçı kimi və məlumat hamısı vaxtında çatdırıldığı üçün biz həmin qələbəni kəşfiyyatın hesabına vaxtında hazırlıq gördük. Düşmən hətta səhv etmirəmsə həmin günü matəm elan etdi, neçə gün. Həm də cəsur komandir kimi, cəsur döyüşçü kimi qorxmamazlığı, çəkinməməzliyi, birbaşa döyüşə qatılma, biz döyüş ərazisindən də ermənilərin düşmənlərin silahı yığıb gətirməyə birbaşa məndə böyük bir şey yaratdı ki, doğrudan bu kəşfiyyatçı kimi, zabit kimi, kadr kimi düz yerinə düşübdür. Yəni onu mən gözümün şəxsi şahidi oldum. Bəhrəm Ağakişiyev əsl vətənpərvər Azərbaycan oldu. Mən onu belə görmüşəm, belə tanıyıram. Yəni, əvvəla heç nədən qorxusu olmayıbdır. Həmişə də lazım olanda bəzi yerlərdə
əgər lap yüksək komandanlıq hansısa bir səhv qərar qəbulləmişsə, Bəhrəm heç nədən çəkinmədən deyirdi ki, yox, bu belə olmalıdır və sözündə üstündə dururdu, sübut eləyirdi. Yəni, Bəhrəmi mən yəni bir dost kimi də çox yaxşı, belə yaxından tanıyıram, çox sədaqətli, vətənini, xalqını, torpağını sevən bir oğlan. Hər bir Azərbaycan zabiti və əskəri bilir ki, vətənin keşiyində dayanmaq çətin və məsuliyyətli bir işdir. Ancaq bu məsuliyyətdən daha əvvəl bir hiss olmalıdır. Vətənə, dövlətə məhəbbət hissi. Bu hiss olmadan peşəkarlıq da, ən müasir silah da qələbə üçün yetərli deyil. Bəhrəmdə olan vətənə sevgi çox nadir insanlarda var. Azərbaycanın hər qarışı onun üçün əziz idi, doğma idi. Önəmli fərqlərindən biri də ki, vaxtında gecikmədən qərar qəbul etməsi idi. Yəni, o zaman itirmədən, vaxt itirmədən Bəhrəm ani anda düzgün qərarlar qəbul eləyə bilirdi. Hətta bir dəfə mən əməliyyatların birində sol ayağımdan zədə almışam, yaralanmışam. Bəhrəm məni ağır da olsa, çətin də olsa, güllənin altında olsa çıxarıbdı. Vaxtında tibb heyətinə çatdırıb, yəni sonra da qospitala yerləşdiribdir. Tarixə nəzər salsaq, qədimdən üzü bəri, torpaqların qorunması üçün insanların lazımı anda, lazımı məkanda toplana bilmələri mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, hər birimiz ana kitabımız olan Kitab-ı Dədə Qorqudda yadların hücum təhlükəsi zamanı hündür dağların üstündə qalanan və toplanmaq işarəsi verən tonqallar haqqında bilgimiz vardır. Bəhrəm Ağa Kişiyev o çətin illərdə nəinki öz qardaşlarını, onlarla Azərbaycan oğlunu da vətənin müdafiəsi üçün çağırış eləyib cəbhəyə aparmışdı. O zaman mənim qardaşım da Rusiyada hərbi xidmətdə idi. Bir il hərbi xidməti keçirdi artıq. Mən onun telegramı yazaraq, yəni ki, Azərbaycana vətənin dönməsini xahiş etdim. Yəni başqa adla. Anan xəstədir. Amma baxmayaraq anam rəhmətə getmişdi, o bilmirdi. O adla mən onu geri çağırdım və gələndən mən onu geri qaytarmadım. Məzuniyyətə gəlmişdi və özümlə onu götürərək Şıxov, birinci təzə yaranmış gənc əskərlərdən ibarət batalyona gətirdim. Bəhrəm Ağa Kişiyev mənim böyük qardaşımdır. Atam rəhmətə gedəndən sonra mənim həmçinin atam olub, həm də böyük qardaşım olub. Onun xidmətləri bizə çox dəyərli olub. 91-ci ildə Rusiya hərbi xidmətdə olmuşam. Oradan mənə bu Azərbaycan ora telegramı gəldi mənə, çağırdı, mən də gəldim. Gəlindən sonra məni birbaşa döyüş bölgəsinə apardı. Çin-Çinə ermənilərə qarşı biz döyüşdük. Orada mənim qardaşım deyildi o. O zabit idi, bizim komandirimiz idi. Hərbiçilərlə nə tər danışırdı, elə mənlə də elə danışırdı. Hoçaz yüksəkliyinin alınmasında xüsusi şücaətlər göstərdiyinə görə Bəhrəm Ağa Kişiyevə Azərbaycanın milli qəhrəmanı adının verilməsindən ötürü xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən vəsatət qaldırılıb. Bu vəsatət və onun qəhrəmanlıqları haqda hətta o dövrlərdə Ali Baş Komandan Heydər Əliyev də məlumatlandırılmışdı. Onlardan biri Baş Leytenant Bəhram Lətifoğlu Ağa Kişiyev haqqındadır. Həmin hissənin komandanlığı tərəfindən təqdimat verilmişdir. Burada Profesör Ali Musayev bu kiminsə milli qəhrəman adına təqdim olunubdu, verilməyibdi, başqa birini dedi. Sonra Ağa Kişiyev haqqında dedi.
Mən tapşırıram bunu demək Ramiz Mehdiyevə və bizim hərbi işlər üzrə müşavir Nurəddin Sadıqov burada yoxdur. Qoy bu kağızları götürsünlər, baxsınlar və lazımi tədbirlər görülsün. Hamı o vaxtı hərbi hissədə Bəhrəm ağa haqqında danışıldı. İgidliyindən, şücaətindən, qorxmazlığından, biliyindən danışdılar ki, belə bir komandir var, kəşfiyyatçı. Hamı ondan bir yerdə döyüşmək istəyirdi. Elə oldu ki, bu mənə nəsib oldu. Əmri gəldi ki, bəs gizli bir tapşırıq var. Buna 6 nəfər seçilməlidir. Elə oldu ki, mən də seçildim bura. Şansımı verdi və seçildim. Bir düşmənin arxasına keçib, mövqəni keçib, Laçın dəhlizinə getməkdir. Və orada gələn düşmənin qüvvələrin qabağını almalıydık, məhv eləməliydik. Və düşmə mövqələrini keçdik. Laçın dəhlizinə irəliləyən mövqələrindən hücum elədik. Xeyli düşmən qırdıq. Özüm də yaralandım. Ona baxmayaraq yerə çəkilə bildik, itkisiz halda. Yəni, mən Bəhrəmlə döyüşdüm, belə budur və çox gözəl, təcrübəli komandir olub, şücaəti, igid, qorxmaz, işin bilən adam olub. Gecə ikən biz 7 nəfər olmaq şərti ilə həmən müdafiə xəttini keçərək Laçın dəhlizi var dediyimiz o dəhlizi də keçdim. Onun üzərində duraraq yolu minalayıb oradan gələn Ermənistandan gələn texnika və canlı qüvvəni bir saat ərzində istədiyimiz qədər orada məhv edərək verilən tapşırığı yerinə yetirərək geri çıxa bildik. Həmən əməliyyatın sonunda mən qərargahə gəlib məruzə edəndən sonra hərbi hissənin komandiri məni Azərbaycanın milli qəhrəmanına təqdim olunmağın barəsində təqdimat yazmağını kadrların rəisindən tələb etdi. 1992-ci ilin sentyabr ayında Azərbaycanın milli qəhrəmanına təqdim olunmağın barəsində təqdimat yazıldı Müdafiə Nazirliyinə. Ağışə Bəhrəm bu xidmətlərini nəzərə alaraq, o vaxtı hərbi hissə komandanlığı tərəfindən milli qəhrəmanlığa təqdimatı yazıldı və orada qol çəkən zabitlərdən biri də şəxsən mən özüm idim. Çünki ona həqiqətən layiq bir oğul idi. 1995-ci ildə Bakıya qayıdan Bəhrəm Ağakişiyev bu illərdə həm ordu, həm də sərhəd qoşunlarının daha da qüdrətlənməsi işinə bir zabit kimi töhfəsini verir. O əvvəlcə en saylı hərbi hissənin komandirinin müavini təyin olunur. 1997-2000-ci illərdə Azərbaycan sərhəd qoşunlarının xidmət rəisi, sonradan arxa cəbhənin təminat rəisinin müavini olur. 2000-2003-cü illərdə Lənkəran sərhəd hissəsinin rəis müavini vəzifəsində xidmət edir. Polkovnik leytenant Bəhrəm Ağakişiyev 2003-cü ildən təqaüddədir. 1997-ci ildə fevral ayında dövlət və vətən qarşısında olan xidmətlərimi nəzərə alaraq məni Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarına xidmətimi davam etdirmək üçün göndərdilər. Və orada mən 97-ci ildən 2003-cü ilə kimi müxtəlif vəzifələrdə çalışdım və orada mənim xidmətim keçdi. Bəhrəm müəllim həmin milli orduda xidməti zamanı, həmin sərhəd qoşunlarında xidməti zamanı erməni xüsusi xidmət orqanlarının 2-ci, 3-cü dövlətin əli ilə Azərbaycanda cəhd göstərdiyi terror hadisələrin açılmasında, müxtəlif o terror hadisələrin həyata keçirilməsinə cəhdlərin qarşısının alınmasında xüsusi xidmətlər olub. Və dəfələrlə bunu yüksək rütbəli Çinli zabitlər, ondan sonra Respublikanın rəhbərliyi onun xidmətini belə bəzi iclaslarda xatırlayırlar ki, belə bir bizim döyüşçümüz var. Deyirlər, qəhrəmanlıq, cəsarət həm də bir an məsələsidir. Bu deyim bir zabit, komandir üçün daha mühüm əhəmiyyət kəsb edir. Çünki ən çətin anlarda, ekstremal şəraitdə qətiyyətlə qərar qəbul eləmək komandirdən böyük iradə və cəsarət tələb edir. Qəhrəmanımız Bəhrəm Ağakişiyev bu baxımdan həqiqətən hər kəs üçün nümunədir.
Biz 4 qardaşıq. 4 qardaşdan bir qardaşımı xəstə anamın yanına qoyub, digər 2 qardaşla üçümüz cəbhə bölgəsinə getmişik. Bunlar nədən əmələ gəlirdi? Bizim içimizdə vətənə sevgi var idi. Atam rəhmətə gedəndən sonra qardaşlarımı vətənə qarşı məhəbbətlə böyütmüşəm. Və o yüzdən də mən onları başqa yerdə təsəvvür edə bilmirdim. Mütləq mənim yanımda olmalıydılar. Biz vətənimizin azadlığı uğrunda, mənim qardaşım İlyas Ağakişiyev Tovuz istiqamətində, Eyvaz qardaşım isə mənim yanımda, hər apardığım əməliyyatda mənim yanımda döyüşlərdə olubdu. Can sağ olun. Bütün zabitlərdən xahiş edirəm ki, bu kişidən nümunə götürsünlər. Vətənə necə xidmət etmək lazımdır. Cənab generalın sözlərində böyük həqiqət var. Bəhram Ağakişiyev həqiqətən nümunədir. Özü də təkcə həyatı, döyüşləri, qəhrəmanlıqları ilə deyil, həm də bu günü ilə. Vətən, dövlət, torpaq sevgisi ilə yenə nümunədir. Belə nümunələr tanınmalı, tanıdılmalı və gənc nəslə örnək olması üçün həmişə xatırlanmalıdır. Bəzi gənclərlə görüşəndə deyirəm ki, siz düşünməyin ki, siz getdiniz dövlətə olan borcunuzu 1 il 6 aylıq ya 1 illik qaytardınız, çıxdınız, gəldiniz. Amma bizim torpaqlarımız işğal altında olduğu üçün bizim vətənə olan borcumuz hələ qalıbdır. Çünki o torpaqlar bizlərə ata-babalarımızdan əmanət qalıbdır. 86,6 min kvadrat kilometri sərhəd xəttində yerləşən o torpaqlarımızı babalarımız bizə necə təhvil vermişsə, əmanət olaraq gələcək nəsilləri biz elə də onları qaytarmalıyıq. Nəsihət anamız nur içində yatsın qardaş. Onun dediyi kimi də var. Sən bugün cənnətə doğru gedən yolla irəliləyən bir qəhrəmansan. Bu cənnət yolu vətənə, dövlətə xidmət yoludur. Uğurlar olsun vətən oğlu. Mən heç cür Azərbaycansız özümü təsəvvür edə bilmirəm. Heç vaxt, heç bir zaman Azərbaycandan kənarda özümü təsəvvür edə bilmirəm. Mümkün deyil. Ey torpaqlarında tarixlər, dastanlar yazılan, ellərində, obalarında igidlər doğulub, qəhrəmanlar uyuyan Azərbaycanlılar. Biz bugün əzəli tarixi torpaqlarımızın sahibi deyilik. Babalarımızdan bizə əmanət qalan Zəngəzur, İrəvan, Dərələyəz, Qarabağ, düşmən işğalında olan Azərbaycanlıyıq. Tək başına düşmən üzərinə yeriyən, onlarla düşmən əskərini məhv edən Mübariz İbrahimovu yetişdirən xalq deyilikmi? Hani bəs Cavanşiram, Babəkəm, Nəbiyəm, Koroğluyam deyirdin sən? Şərəf, ləyaqət, torpaq və vətən naminə düşmənə qarşı ayağa qalxacaqsan, ya ölüm, ya Qarabağ deyəcəksən. Başqa yol yox artıq.